Hər vaxtınız xeyir. Belə bir sualın izahına baxaq. Uyğunluq pozulmuşdur. A variantı. Əmir Teymur Qaradənizə çıxış əldə etdi Gürcüstanın tutulması ilə. Gürcüstan Qaradəniz sahillərində yerləşdiyi üçün avtomatik olaraq Teymur Gürcüstanı tutduqdan sonra Qaradənizə çıxış əldə edir. Bu variant doğrudur. B. Dehli Sultanlığının süqutunu sürətləndirdi Teymurun Hindistana yürüşü nəticəsində. Bu variant da doğrudur. Çünki 14-cü əsrin sonlarında Teymurun Hindistan ərazisində yürüşləri olubdu. Bu da sultanlığı bir qədər zəiflədir. C. Teymur ilə Toxtamış arasında münasibəti pisləşdirdi Toxtamışın Azərbaycana hücumu. Bu da doğru variantdır. Hətta onlar arasında daha sonra Tərik döyüşü də baş verir. D. Teymurlərin Azərbaycanda ağalığına son qoyuldu 14-cü əsrin əvvəllərində. Bu variant yanlışdır. Çünki 14-cü əsrin əvvəllərində yox, 15-ci əsrin əvvəllərində, daha dəqiq desək, 1408-ci ildə Sədrut döyüşü nəticəsində Teymurlar Azərbaycandan çıxarılıbdı. Paytaxt Herata köçürüldü Teymuri Şahrıxın dövründə. Bu da doğrudur.